Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Samux rayondur. Samux rayonunda deməli 25'in 32 olan, bax qarşıda gördünüz, yəni 8 sot torpaq sahəsi satılır. Hal-hazırda həmin torpaq sahəsini görürsünüz. Bax düzdür, tökmə deyil. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir, xüsusi mülkiyyətdir. Onu da deyim ki, bunun yanındakı həmin torpaq sahəsi də satılır, eyni ölçüdə, eyni qiymətdədir. İndi qiymət haqqında sizə deməliyəm, hörmətli və dəyərli insanlar, sizlərdən xahiş olunur, videoları bəyənin. Deməli, bu torpaq sahəsinin harada yerləşməyi haqqında məndə olan məlumatı mən sizə çatdırıram. Köhnə cücə zavodunun üst tərəfi demək mümkündür. Bundan başqa deməli, köhnə bu sözlər yəqin düzgün başa düşəsiniz. Polis şöbəsinin deməli üst tərəfidir. Həmin polis şöbəsini mən bu cür gördüm. Deməli, həmin binanın yanından asfalt yoldan bu torpaq sahəsinə gəlmək mümkündür. Bax qarşıda həmin yolu görürsünüz. Bax bu yol deməli Samuğa gedən asfalt yola çıxır. Bundan başqa bağışlayın, yəqin ki görürsünüz. Qarşıda deməli qaz xəddi keçir. Bax həmin qaz xəddinin yanından sola dönərkən rayona getmək mümkündür. Mən onu deyim ki, yəni çıxarışda bu cür yazılıb Samux şəhəri. Ona görə bax konkret bu rayonun yaxud şəhərin özünə məxsus olmağını demək istədim sizə. Yenidən həmin torpaq sahəsinin ətrafını sizə göstərirəm. Gördüyünüz kimi işıq xəddi torpağın qarşı tərəfindən keçir. Bundan başqa bax təxminən 100 metrlikdən deməli qaz xəddini görmək mümkündür. Bax ətrafında çoxlu sayda yaşayış var. Bax belə bir torpaq sahəsinin 8 sotdur, xüsusi mülkiyyətdir. Qiyməti 8000 manatdır. Mənə deyilənə görə deməli qiymətində bir balaca razılaşma olmalıdır. Yenidən təkrar edirəm. Bax bu istiqamətdə deməli Samux şəhəri yaxud Samux rayonunun özüdür. Təxminən bir az məsafədə, yəni konkretini deyə bilmərəm, çünki konkretini tanımıram. Bax belə sizlərə uğurlar.